Bu il Formula 1-də necə könüllü olmaq olar? Mən Rüfət Formula 1-də 1 il könüllü kimi, keçən il isə işçi kimi iştirak eləmişəm. Hal-hazırda isə səhifəmdə Formula 1 haqqında ən maraqlı məlumatları sizinlə bölüşürəm. Deməli, könüllü olmaq üçün minimum 16 yaşınız olmalıdır. Qeydiyyat keçən il aprelin 10-u açılmışdı. Bu ildə yəqin ki, ona yaxın bir tarixdə olacaq və limitli sayda olduğu üçün çalışın qeydiyyatdan tez keçin. Qeydiyyatın başlama tarixindən tez xəbərdar olmaq üçün mənim səhifəmi və aşağıda qoyduğum səhifəni mütləq izləyin. Qeydiyyat açıldıqdan sonra sizinlə paylaşılan linkə keçirsiniz və məlumatlarınızı doldurub qeydiyyatınızı təsdiqləyirsiniz. Bu məlumatlar biraz uzun gələ bilər, təhsil, iş yeri, ailə məlumatları və s. amma mütləq sona qədər doldurun. Ən əsası isə niyə könüllü olmaq istəyirsiniz adlı hissədə çalışın öz fikirlərinizi yazın, AI istifadə eləməyin. Əgər ingilis dilində zəif bilirsinizsə, çalışın biraz məşq eləyin və ən azı orta səviyyədə ingilis dili bildiyinizi qeyd edin. Yəni demək istədiyim odur ki, əgər ingilis dili bilmirsinizsə, bunu özünüzə kompleks eləməyin. Yəni ay mən ingilis dili bilmirəm, məni onsuz da seçməyəcəklər deyib tez ruhdan düşməyin. Yəni orada ingilis dilində bir söz belə bilməyən uşaqlar olur. Bundan sonra sadəcə gözləmək lazımdır. Yəqin ki, siz müsahibəyə çağırılacaqsınız və müsahibədə göstərdiyiniz performansa uyğun proses davam edəcək. Video çox uzun olmasın deyə müsahibə və digər mərhələlər barədə növbəti videolarda məlumat verəcəm.